Bir dənə o maraqlı maşınlar deyirsən, o mövzuya bir dənə keçməmişdən qabaq biz bir dənə elektrik maşınların hal-hazırda cərəyan doldurma məntəqələri də belə. Bu dəqiqə nə vəziyyətdədir o? Yəni o biz hazırıq o şeyə keçid eləməyə birbaşa Açıq yoxsa? desəm ətrafımda mənim kimi sadəcə yanacaqla avtomobil sahibləri də var, plug-in hibrid sahibləri də var və tam elektrikli avtomobil sahibi də var və bunun hətta bir yaxın dostumuz var, İlkin Pultlu Maşın. O Tesla sahibidir və və blogerlik fəaliyyəti göstərir. Məsələn, İlkin hal-hazırda İsveçrədədir. Öz Teslası ilə gedib bu yola. Bütün yolu da çəkir, göstərir ki, gəldim Gürcüstanda burada şarj elədim, Türkiyədə burada şarj elədim, nə bilim yolun üstündə haralar varsa. Deməli var axı. Yəni bu adam bu yolu seçib getdi, düzdür. İndi düzgün danışsaq ki, yanacaq, yəni benzinli avtomobillə bu yolda daha rahat gedərsən. Amma standart bir belə deyim Tesla ilə sən 300-400 və yaxud da ki 500 kilometr gedəndən sonra sən şarj yeri axtarmalısan və şarja qoyduğun müddəti də sən itirmiş olursan yolda, sən oturursan, gözləyirsən bu şarj olsun. Amma günün sonunda bu adam getdi və düşünürəm ki, mənim yola xərcləyəcəyim puldan 2 dəfə, 3 dəfə daha uyğun qiymətə məncə gedib çıxa bildi. Çünki istər-istəməz qiymət fərqi var. Amma qayıtsaq ki, indi İlkin getdi İsveçrəyə, yolu açıq olsun. Gələk ki, bizdə, Bakıda, Azərbaycanda hal-hazırda vəziyyət nə yerdədir? İldən ilə stansiyalar çoxalır. Bu danılmaz faktdır. Və fərqli-fərqli stansiyalar var. Bu da əladır. Çünki artıq qiymət yavaş-yavaş oturuşmağa başlayır ki, biri məndə sırf elektrikli avtomobil sahibi olmadığı üçün tam sizə tarif deyə bilmərəm ki, burada bu qiymətədir, burada bu qiymətədir. Amma ətrafdan eşitdiyim, gördüyüm, bildiyim qədərilə, misal üçün, kimsə 5 manata, kimsə 10 manata qoya bilmir zaten. 10 manata qoyubsa, onun xidməti düşünürəm ki, daha yuxarı kilovatla sizə enerji verir deyə o qiymətə qoyur. Amma daha tez doldurmaq üçün. Yəni, amma ümumi qiymət tarifi məncə yavaş-yavaş oturuşub. Amma indi Fəxriyə sual verirsiniz ki, Fəxri, sən elektrikli avtomobil alıb istifadə eləyərsənmi? Mən hal-hazırda özümü ona hazır hiss eləmirəm. Çünki mən o zaman elektrikli avtomobil istifadə eləyərəm ki, mənim evimdə, qarajımda mənim yüngülvari bir stansiyam olsun ki, mən axşam gəldim, qoydum bunu şarja və bilim ki, 3-4 gün mən bunu şəhər daxili 300-400 kilometr idarə eləyə biləcəm. Amma yox, alıram və mən sadəcə stansiyalarda bunu şarj eləyəcəmsə, valla mənim ən azından yaşayış tərzimə bu uyğun gəlmir ki, qardaş, mən misal üçün da indi mənə zəng gəldi, mən falan yerdə olmalıyam. Yəni gözlə qardaş, mən falan yerə bir dənə şarj eləyim, gəlirəm və yaxud da ki, gözlə maşını zaryadkaya qoyum, taksi ilə gəlirəm. Yəni məncə düzgün biraz, yəni hardasa problem yaradır artıq sənin yaşayış hissəndə. Amma mən bilsəm ki, qardaş, mən qoydum bunu şarja və yaxud da ki, plug-in hibrid avtomobil gündəliyə mən alaram, sürərəm, xoşbəxt özümü hiss eləyərəm. Ki, qardaş, şarjım yoxdur, benzinim var, çıxdıq getdi. Amma sırf elektrikli avtomobil mənə biraz düşündürücü gəlir, müəmmalı gəlir. Yəni, sizə deyim ki, ay bunun batareya ömrü getdi, necə oldu? Mənə çox açıq desəm, maraqlı gəlmir. Çünki mən avtomobili 10 il sürməyəcəm. Aldım 3 il, 5 il, çünki texnologiya inkişaf edir. Biz 5 il öncə hansı tip avtomobillər var idi, deyirdik ki, wow. İndi baxırsan ki, 3 ilə, 4 ilə gör nə boyda dəyişikliyi baş verdi. Amma belə dost ətrafında söhbət eləyəndə deyirəm ki, haçan tam elektrikli 1000 kilometrdən yuxarı yürüş verən avtomobil olarsa, onda mənim fikrim böyük faiz etibarilə dəyişə bilər ki, mən bunu qoydum 1000. Qoyma da, yəni 20% olanda qoyma, 30%, 40% də qoy. Yəni 300-400 kilometr yürüşün qalanda qoy şarja, tözdən 1000-1200 şarj olanda çıxart ki, sən bunu da hara sürəcəksən. Yəni məncə o daha uyğun gəlir mənə.